Onun yaddaşı, söylədiyi xatirələri bir əsrin tarixini özündə yaşadır. İndi isə məcburi köçdüyü yurduna, yuvasına gülə-gülə qayıtmağın sevincini yaşayır. Bax, onlar da mənim yollarımdır. O qədər getmişəm, gəlmişəm. Baxıram, yadıma düşür oralar. Ürəyimlə çəkir. Gəlib çıxmışam, bax, oralarda gəzmişəm. 113 yaşlı Xeyrənisə nənə üçün Kəlbəcərin hər daşı, hər küçəsi uşaqlıq xatirələrini oyadır. Onun yaddaşında kəndin həyatı, qonşuluq münasibətləri, birgə sevinclər və çətinliklər ilk günkü kimi canlıdır. Kəlbəcərdə anadan olmuşam. Orada da mən birinci sinifə da gedirdim. Mən yoldaşlarımla gəzirdim, oynayıb, gülürdüm. Qonşularımız vardı, yaxşı qonşu, əmin uşaqları vardı, əmin oğlanları vardı, yaxın qonşuyduk. Bir-birinin işini, gücünü, dərdini olduğunu bilirdik. Xeyrənisə nənə övladlarının sevincli günlərini, xüsusilə də oğlu Əlinin toyunu böyük fərəhlə xatırlayır. 7 gün 7 gecə oldu, yaman toy oldu, bütün el gəldi. Qaçırdım, həmi oynayırdım. Həmi qaşığı əl atırdım, yenə qonağı yola salırdım, qoçaqdır. O həm də müharibələrin, məcburi köçkünlüyün, ağır sınaqların canlı şahididir. Deyirdim, bu nə işidir mənim başıma gəldi. Mən bir də Kəlbəcəri harada görə bilərəm. Gəlirdim, ağlayırdım, gecə gündüz ağlayırdım. Artıq həsrət bitib. Xeyrənisə nənə illərlə xəyalını qurduğu, ömrünün ən gözəl günlərini yaşadığı doğma el-obasındadır. Allahdan elə ömür istəyirdim ki, Kəlbəcərdə ölüm qalım, atamın, anamın, qardaş bacımın yanında olum. Bir də amırdım Kəlbəcərə gəlib. Gəldim və görürəm, sevincə yollar. Xeyrənisə nənənin doğma yurduna dönüşü böyük qayıdışın nə qədər dəyərli və tarixi olduğunun bariz nümunəsidir. Qarabağ bizim qürur ünvanımızdır. Böyük qayıdış isə bu qürurun əbədi möhrüdür. Röya Salmanova, Mirzə Abbasov, Telesəhər.